Herkese selam. Bugün OTK'nin keçirdiği gəlin blok sualların izahına baxaq. 17 may tarixində. Oturacağın tərəfi 3 kökdə 3, yan dili 5 olan düzgün 3 bucaqlı piramidanın hündürlüyünü tapın. Düzgün 3 bucaqlı piramida, yəni o demək istəyir ki, bizə oturacağındakı 3 bucaq bərabər tərəfli 3 bucaqdır, yəni düzgündür. Gəlin baxaq. Oturacağın tərəfi 3 kökdə 3'dür. Yan dili 5'dir. Piramidanın hündürlüyünü soruşur. Deməli, mən bu piramidanın deməli oturacağın özün hündürlüyünü çəkib, o hündürlüyün üzərinə təpədən bir hündürlüyü indirsəm, təpədən bu hündürlüyə qədər olan məsafə biz bilirik ki, böyük yeri verir. Bərabər tərəfli üçbucağın xaricinə çəkilmiş çevrənin radiusu R bərabər A kökdə 3 bölünsün 3 düsturla hesablandığına görə A'nın yerinə 3 kökdə 3 yazarım. Vurulsun kökdə 3 bölü 3. O da bərabərdir 3. Bu hissə oldu 3, düzdürmü? Tili 5 olduğuna görə hündürlüyü soruşur. H bərabər Pifagora görə 5'in kvadratı minus 3'ün kvadratı bərabərdir 4. Doğru cavab olur 1A variantı. İkinci sual. ABS paralelogramda BC'nin uzunluğu 2 tane AB'ye beraber. Yani bura A'dırsa burada BC'nin uzunluğu 2A olmalıdır. ABS perimetri, yani A üstə gələk 2A vurulsun 2 beraber 60. 3A beraberdir 30. A beraber 10. Yani eni 10, uzunluğu 20 olmuş olur. AC diagonal bize nəsə BD'ni verib. BD'ni bize 20 verib. Düzdürmü? AC diagonalda bir D1 olsun. Paralelogramın diagonallar və tərəflər arasında belə bir münasibət var. D1 kvadrat plus D2 kvadrat bərabər 2 vurulsun. A kvadrat plus B kvadrat. Yerinə qoyaq. D1'in kvadratı biri 400'dür. Üstə gələk D2'nin kvadratı bərabər 2 vuraq. 20'nin kvadratı 400. Üstə onun kvadratı 100. Bu neçəlir? 500. 500'ü 2'yə vursam 1000. 1000'dən 400 çıxsam 600. Düzdürmü? 600. D1 də bərabərdir 10 kökdə D2 də bərabər 10 kökdə 6 almış olaram. Doğru cavab olur 2A variantı. Üçüncü sual ifadəsinin ən kiçik qiymətini tapın. 3 vurulsun. X'in kvadratı minus 8x minus 9 kimi yazsam, sadələşdirsəm, birbaşa vurub atsam 3x kvadrat minus 24x deməli minus 27. Ən kiçik qiymət düsturu n bərabər mənfi b kvadrat minus 4ac bölü 4a ilə də gedə bilər. Tam kvadrata ayırmaqla da getmiyorlar. Heç bir problem yoxdur. 4a 12 b kvadrat 24'ün kvadratı 576 minus 4ac plus 4'ü 3'e vuraram. Neçə eləyər? 12. 12'ni vuraram 27. 324 üzərinə 576 gəlsəm 900. 900'ü da 12'ye bölsəm 75. Yəni mənfi 75. Doğru cavab olur 3D variantı. Davam edək. Bunu belə də yazmaq olar. 3 vurulsun mötərizə daxilindəki ifadəni yazardım ki, x minus 4'ün kvadratı minus 16 minus 25. Bu getdi 0. O da bərabər mənfi 3 vuraq 25. O da bərabər mənfi 75. Bu şəkildə yazmaq olardı. Heç bir problem yox idi. Dördüncü sual. Düz xətdən 8 cm məsafədə yerləşən nöqtədən bu düz xətt uzunluqları 10 və 17 olan 2 mail çəkilmişdir. 10 və 17. Biri 10, bu olsun 10, bu olsun 17. Məsafə 8. Məsafə 8 isə o zaman baxın. Uşaqlar, məsafə. Pifagora görə 6, 15 olmuş olur. Maillərin oturacaqları arasında məsafənin böyük qiymətini soruşur. 6, 15 isə o zaman buradakı 3 bucaq bərabərlisinə görə bura olsun x. 15'dən 6 çıxaram. 9 kiçikdir, 2 kiçikdir. 15'in üstünə 6 gəlsəm 21. İndi bir şey var. Bir dəqiqə. Maillərin oturacaqları, düzdür. 3 bucaq bərabərlisinə gedirik, düz. Deməli 3 bucaq bərabərlisinə görə yazaram ki, bunu məsəl üçün 9 kiçikdir, 2 kiçikdir, 15'in üstünə 6, 21, 20. Amma ki, ən böyük qiymət soruşursa, məsafənin böyük qiymətini soruşursa, demək ki, bu maillər bu şəkildə olmayacaq. Baxın, maillər bir-birlərinə əks istiqamətdə gəlməlidir. Deməli, bura 6, bura 15 tapmışdıq. Düzdür, 21. Doğru cavab olur 4A variantı. 5-ci sual, tənlinlər sisteminin həlli yoxdur. 3'ün m olan nisbət bərabərdir. Mənfi 2'nin 6 olan nisbət o da fərqli olmalıdır. 7 bölü 14'də. Çarpazlasam mənfi 2'nin bərabər 18, m də bərabər mənfi 9. 5 doğru cavab olur C variantı. 6-cı sual. Silsilə fərqi D olan aynı ədədi silsiləsində A8'i verib və 56'nı verib. Mən bilirəm ki, A23, daha doğrusu A8'dən A23'i verib. A23'dən A8 çıxanda 15 D-ni verir. A8 11'dir, 11. Minus 56 bərabərdir 15 vuraq D. Mənfi 45 bərabərdir 15D. D də bərabər mənfi 3. D-ni tapdım mənfi 3. A1 tapa bilərəm. A8'in açılışı necə idi? A1 üstə gələk 7'dir. A8'in yerinə 11 bərabər A1 minus 21. A1 də bərabərdir 30 neçə? Olur 32. 32 tapıldı. Şimdi D vuraq A1 soruşur. 32 vurulsun A1. Bir də baxaq. 23'dən 8 çıxıram. 15D tamamilə doğru.
A23'üm 56. Ay, bunu yerini səhv qoymuşam. A23 56 minus 11 bərabərdir 15'dir. Müsbət 3 olur. D olur müsbət 3 plus 21 olur. O zaman A1 bərabər olacaq. A1 bərabər olacaq. Mənfi 10'a. Hasillərdə mənfi 30. 6 doğru cavab olur. A variantı. Sual 7. Bərabərsizlik həll edin. Loqaritmanın əsasları eyni olduğuna görə bir-birinə vurulacaq. 1,5 əsasdan x'in kvadratı minus 8x plus 15 kiçik bərabərdir. Loqaritma 1,5 əsasdan 8. Əsaslar 1-dən böyük olduğuna görə bərabərsizlik işarəsini dəyişməz. Yazaram x kvadrat minus 8x plus 15 minus 8. Yəni plus 7 kiçik bərabər 0. Birbaşa yazdım. Vuruqlarını ayırsam x minus 7 x minus 1 kiçik bərabər 0. Sıfırlar deməli müsbət 1 ilə müsbət 7 arasında. 8 qiyməti versəm, müsbət, mənfi, müsbət mənə lazımdır mənfi aralıq 1-7 aralığı. Amma və lakin loqaritm altı burada ifadələr var. X minus 3 sıfırdan böyük olmalıdır. Yəni baxın 3-dən böyük olmalıdır. 3 üçün bura. 3-dən böyük olmalıdır. Bir də x minus 5 böyük 0, 5-dən də böyük olmalıdır. Deməli, həllər olacaq 5, 7. 5 ala bilmir, amma 7-dən ala bilir. Doğru cavab olur 7, A variantı. Sual 8. Bərabərsizlik, ədədin kəsr hissəsini tapın. Deməli, A bərabərdir 2026 minus kökün altında 21 minus 8 kökdə 5. Fikir verin. Elə də fikirləşməliyəm ki, cəmləri, kvadratları cəmi 21 etsin. Hasillərin kimisi də hasillər də 4 kökdə 5 etsin. Bu təbii ki 4 və kökdə 5'dir. 4 və kökdə 5. Bu ifadəni yazaram ki 2026 minus kökün altında 4 minus kökdə 5'in mürtəzə kvadratı. Modulda çıxar. Birbaşa modulda çıxardarıq. Bərabərdir. 2026 minus 4 plus kökdə 5. O da bərabərdir. Aha, 2026'dan 4 çıxsam 2022 plus kökdə 5. Bu mənim ədədimdir. Bunun indi kökdə 5'dən təqribən neçə çıxır? Məsələn, tam hissəsi mənə lazımdır. Çünki kəsr hissəni tapmaq üçün ədəddən onun tam hissəsini çıxmaq lazım idi. Deməli, kökdə 5'dən təqribən 2,1 çıxsa, o da bərabər tam hissəsi olacaq 2024. Bu bunun tam hissəsi. O zaman ədədim neçədir mənim? Ədədim 2022 plus kökdə 5'dən çıxıram 2024. O da bərabərdir kökdə 5 minus 2 qalmış olur. Doğru cavab olur 8 C variantı. 9-cu sual. Fx funksiyasının törəmənin qrafikinə əsasən böhran nöqtəsi x oxunun kəsdiyi nöqtələrdir. Doğru cavab olur 3. Sual nömrə 10. Tənliyini həll edin. Gəlin hər tərəfi 36'ya vuraq. 36'ya vursam 16A üstə gələk 36 bərabərdir 15A. A da bərabərdir. Mənfi A bərabərdir 36. A da bərabər mənfi 36. Doğru cavab olur 10Y variantı. 11-ci sual. Sadələşdirin. 1 plus tangens alfanı yazaram ki sinus alfa bölünsün kosinus alfa. 1 üstə gələk kotangens alfa kosinus alfa bölünsün sinus alfa bərabər. Ortaq məxrəc kosinus alfaya gətirsəm qalacaq burada kosinus alfa üstə gələk sinus alfa. Digərində bölək ortaq məxrəc sinus alfaya gətir sinus alfa vuraq yazıram birbaşa. Sinus alfaya ortaq məxrəc gətirsəm, sinus alfa üstə gələk kosinus alfa. Bunlar bir-birini apardı. Sinusu kosinusa böləndə tangens alfa. Doğru cavab olur 11 C variantı. 17 faizi 47 olan ədədin. Yəni 47'ni vururam 100'ə bölürəm 17'yə. 68 faizini tap. %68. Yüzlər getdi qaldı 4. 47 vurulsun 4. O da bərabərdir 188. Doğru cavab olur 12 Y variantı. 13-cü sual. Doğranın 20 oturacağın radisi 12 olan konusun ob kəsinin sahəsini tapın. Deməli bu bizim olsun konusumuz. Dəqiqə. Bizim konusumuz. Doğranın 20'dir. Düzdürmü? Doğranın 20 verib bizə. Oturacağın radisi 12'dir. Oturacağın radisi əgər 12'dirsə, onda bunun hündürlüyü olacaq 16 Pifagora görə. Ox kəsiyin sahəsi də ox kəsiyi 3 bucaqdır. Eşit bucağın sahəsi oturacağı 24'dür. Hündürlüyü 16 bölü 2. Bu da bərabər 24 vuraq 8 bərabərdir. 192. Doğru cavab olur 13 D variantı. Sual 14. İfadənin qiymətini hesablayın. 7 vuraq 9, 8 yazarım. 3'ün üstü 16. Üstə gələk 6 vuraq 3'ün üstü 15 bölünsün 3'ün üstü 16. O da bərabər. Hər tərəf 3 üstü 15'ə bölsəm 7 vuraq 3 21 üstə gələk 6 bölünsün 3
qalır. 27-ni 3-ə bölsəm 9. Doğru cavab olur 14. C variantı. Funksiyalardan hansı artandır? Üslü funksiyalar biz bilirik ki, A 1-dən böyük olduqda artan, A 0 ilə 1 arasında olanda funksiya azalan funksiyadır. İndi mənə, baxın, bu B variantı olacaq böyük ihtimalle. Niyə? Çünki bunun qoşmasını tapanda kök altdakı plus 1 qalır əlimdə. Üstü 2, düzdür. Bu da 1-dən böyük olduğuna görə doğru cavab olur. Artan funksiya olur. Doğru cavab olur 15 B variantı. Sual 16. Şəkildəki üçbucaqların hər biri bərabər tərəflidir. Bura A olsun, bura B olsun, C olsun. Və AB 38-dir. Yəni ki, A üstəgələk B üstəgələk C bərabər 38-dirsə, o zaman 3A üstəgələk 3B üstəgələk 3C bərabər 3 vuraq 38 bərabərdir 4, 114 cm olacaq. 16 doğru cavab olur B variantı. Sual nömrə 17. Tənliyini həll edin. Gəlin bu tənliyin hər bu ifadənin qiymətlər çoxluğunu tapsam, 3 üstəgələk 1 bərabər 4, yəni 2-dir. Əslində müsbət mənfi. Gəlin hər tərəfi 2-yə bölək. Kök altda 3 bölünsün sinus x minus 2-də 1 kosinus x bərabərdir 1. Böldük. Sonra kök altda 3 mənə nəyi verir? Məsəl üçün bu mənə verəcək sinus 60 dərəcə, bu da mənə kosinus 60 dərəcə verir. Bunu hər tərəfi mənfiyə bölsəm, kosinus 60 kosinus x minus sinus 60 sinus 2x bərabərdir mənfi 1. Bu şəkildə. O zaman bu mənə nəyi verəcək? Kosinus x plus 60 dərəcəni. 60 dərəcə yəni pi bölək 3'ü verər. Bərabər mənfi 1. Buradan x plus pi bölünsün 3 bərabər. Mənfi 1'i alır. Pi plus 2 pi k'da. X də bərabər. Pi'dən pi bölək 3 çıxanda 2 pi bölək 3 plus 2 pi k. Doğru cavab olur 17 D variantı. Sual 18. Bərabərsini həll edin. Sıfırlarını taparam. Sıfırlar neçə olur? Bax x minus 1'i mənfi 3. 1'i mənfi 3. 1'i müsbət 3. Mənfi 1. Sıfırları mənfi 1. Mənfi 1-də yəni x plus 1'in mörtəzə kvadratlı qiymətində həmişə müsbət qiymət alır. Sonra müsbət 3 bir də 7 qiymətini ala bilmir. Məxrəc 0 ola bilməz deyə. İntervala bölsəm 8 qiymətində müsbət 3 ilə 7 arasında məsələn 4 qiyməti versəm müsbət bu həmişə müsbət zaten mənfi. Sonra 0 qiymətində mənfini mənfiyə bölsəm müsbət mənfi 1 aralığı da kvadratın mənfi 1'in sağ və sol aralıqları olduğuna görə müsbət olacaq. Amma yenə də baxaq istəyirsiniz. Mənfi 2 versəm mənfi görsün yenə müsbət oldu. Və mənfi 4 versəm müsbət oldu mənfi. Mənə lazımdır mənfi aralıq. Mənfi son 3'dən mənfi 3'ə daxildir. Sonra 3'dən 7'yə 7 daxil deyil. Bir də bu aralıqda mənfi 1 də ödəyir. Mənfi 1. Doğru cavab olur 18 D variantı. Sual 19. Düzbucaqlı paralelipedində AC və DD1. AC və DD1 çarpaz düz xətlər arasında bucağı tapın. DD1'i paralel götürsəm, bax bu DC1'ə, o zaman çarpaz düz xətlər arasında bucaq neçə dərəcə olur? 90 dərəcə olmuş olur. 19 doğru cavab olur Y variantı. Növbəti sual davam edək. 20-ci sual. İfadəni sadələşdirin. 2 vuraq. I üstü 24 yazaram. İ'nin üstü 2, eləmi? Üstü 12 şəklində. Minus 5 vuraq. I kvadratın üstü 13. Üstə gələk 4. I vurulsun. İ'nin kvadratın üstündə 13. 27 olmasın. Üstə gələk 8. I kvadratın üstü 14. Harada I kvadratı varsa yerinə mənfi 1 yazaq. Mənfi 1. Aha, mənfi 1. Tamam. Deməli, mənfi 1'in üstü 12 müsbət 1 edər. Yəni burada qaldı 2. Mənfi 1'in üstü 13 mənfi 1 edər. Plus 5 edər. Mənfi 1 minus 4'i plus 8. O da bərabərdir 13 minus 2. Doğru cavab olur 20 Y variantı. 21. Təsvir olunmuş funksiyanın qrafiki, təsvir olunmuş parabola hansı funksiyanın grafikidir? Köklərinə görə yazsam x plus 1, x minus 5. Düzdür. İndi baxın. Axı bunun sərbəst həddi mənfi 2'dir. Qarşısına bir A. Düzdür. Sərbəst həddi dedikdə biz necə eləyirik? Sərbəst həddi tap deyəndə x-ə 0 veririk. X-lərə 0 versəm qalır mı? Mənfi 5A. Mənfi 5A nəyə bərabər olmalıdır? Mənfi 2'yə. A nəyə bərabər olmalıdır? 0,4'ə. Yəni 0,5 olan cavablar silindi, getdi. Aha. Deməli, bunlar getdi. Nə qaldı? X plus 1, x minus 5. X plus 1, bu x plus 2'dir. Burada minus 4 var. Doğru cavab olur hansı variant? Doğru cavab olur 21 D variantı. Davam edək növbəti 22-ci sual. İntegralını hesablayın.
Mən 6-nı inteqralın qarşısına çıxardaq. Qaydaya görə 6-nı inteqralın qarşısına çıxar. Sərbəst, yəni sabiti daha doğrusu integral qarşısına ata bilərik. Elə bir inteqralın belə bir şey qaldı. 4-dən 5-ə x minus 3-ün kvadratı dx. Bax belə. O da bərabərdir. X minus 3-ün kubu bölünsün 3 4-dən 5-ə. Biz deyək bu mənfi 2 olur. Üzülürsən. Qüvvət bir vayda artırılır. Mənfi 1 bölərəm mənfi 1-ə. Mənfi 1-ə. Qarşısına yəni bir mənfi əlavə olunur da. Bu şəkildə yazıla bilər. O zaman necə olacaq? 4-dən 5-ə hesablasam, yəni mənfi 1 bölünsün x minus 3 qalmış olur. Və yaxud da 1 bölünsün 3 minus 2. İnteqralın sərhədləri 5-dən 4-ə hesablayaq görə nə alırıq? Deməli 5 qiymət qoyanda 1 bölünsün mənfi 2, 4 qiymət qoyanda minus mənfi 1 plus 1 olur. O da bərabərdir müsbət 2-də 1. Axı inteqralın qarşısına 6-ya vurmuşduq. Vururam 6-ya bərabərdir 3. Doğru cavab olur B variantı. Davam edək növbəti 20 neçənci sual? 3-cü sual. Vektorların skaler hasilini tapın. Uyğun komponentləri vurub bir-birinə toplamaq lazımdır. A vurulsun B bərabərdir. Mənfi 3 vuraq 4 üstə gələk 2 vur 9. Mənfi 12 üstə gələk 18 bərabər 6. Doğru cavab olur 6. Davam edək. 24-cü sual. Rəqəmlərindən bütün rəqəmləri müxtəlif olur. Neçə 4 rəqəmini cüt edək? 1, 2, 3, 4. Cüt deyirsə sonu 2, 4, 6 ilə bitər. Sonu yəni son yerə bizim 3 dənə seçim haqqımız var. Məsələn 6 getdi. Neçəsi qaldı? 1, 2, 3, 4, 5, 6, 5, 4. Bu qədər. 30 vurulsun 12 bərabərdir. 360. Doğru cavab olur. 360. 25-ci sual. En natural ədədini 7-yə bölündə qalxı 4 alınırsa, biz demişik ki, qalıq ədədə bərabərdir. N'in yerinə yazmaq olar, n'in yerinə 4 yazmaq olar. 8-i vurdum 4-ə, 32 üstünə 19 gəldim. 1, 51. Böldüm 7-yə. 7 dəfə qalıq 2. Alınan qalığı soruşur. Doğru cavab olur 2. Vitəli ilə verilmiş düz xət apsis oxunu mənfi 9, 0. Apsisi mənfi 9-a kəsirsə, ordinatda 5, 0, 6-da kəsirsə, baxın, B, Y bərabərdir, mənfi AX plus 18 yaza bilərik. Buradan Y bərabər, mənfi A bölünsün B üstə gələk, 18 bölək B. X-ə 0 verəndə əgər Y6 alınıbsa, yəni yazaram ki, 18 bölək B nəyə bərabər olmalıdır? 6-ya. B nəyə bərabərdir? 3-ə. Bunun yerinə 3 yazıram. Bunun da yerinə 3 yazsam oldu 6. Əla. İndi X-ə mənfi 9 verək. Yanında bir X var. Y 0 olacaq. Olacaq mənfiyə vursam 9A bölünsün 3. Yəni 3A. 3A plus 6. 3A bərabər mənfi 6. A da bərabərdir mənfi 2. A mənfi 2'dir. B müsbət 3'dür. 4B. Yəni 12 plus 4 bərabər 16. Doğru cavab oldu 16. 27-ci sual. Üçbucağın xarici çəkilmiş çevrənin radisi R, alfa bucaq qarşısına tərəf A olarsa, uyğunluğu müəyyən edin. Deməli, baxaq. Üçbucağın xarici çəkilmiş çevrənin radisi. Aha, bu belə olsun. Çevrənin radisi olsun, məsələn, R. Alfa bucaq qarşısına tərəfi. Bu alfa bucaq, bu olsun A. Sinuslarla gedərəm. Yəni, A'nın sinus alfaya olan nisbəti bərabərdir 2R'ə. Düzdür. A bərabər kökdə 2R olarsa. Birinci. A'nın yerinə yazım. Kökdə 2R qoyuram. Kökdə 2R qoyuram. Düsturu ümumiyyətlə buraya yazım. A bölünsün sinus alfa bərabərdir 2R. Bu mənim ana düsturumdur. O zaman deməli, R'lər gedir. Sinus alfa bərabər nəyə bərabər olur? Sinus alfa bərabər kökdə 2 bölü 2. Kökdə 2 bölü 2'ni alır sinusu ya 45 dərəcə ya 135 dərəcə. Biri olur B nə? Y. Bu belə. İkinci suala baxaq. Bunu yəni mütləq və mütləq həll etmək üçün sinuslar teoremini bilməlisiniz. İkinciyə baxaq. İndi bunu silirəm. B nə Y getdi. İndi ikinciyə baxıram. Deməli, A'nın yerinə yazıram. Kök altda 3 bölünsün R, bölünsün sinus alfa nəyə bərabərdir? 2R'ə. R'lər getsə, sinus alfa bərabər kök altda 3 bölü 2. Sinus alfa kök altda 3 bölü 2'ni alır nə zaman? 60 dərəcədə. C variantı. 2C. Sinus 120 dərəcədə nə alır bəs? Sinus 120 dərəcədə sinus 100. Sinus 120 də ola bilər. D variantı. CD. 2CD. 3'ə baxaq. Aha, bunu artıq silək. 3-cüyə baxaq. 2 oldu CD. 3-cüdə 2R. Deməli, A 2R bölünsün sinus alfa bərabər 2R. Sinus alfa 1'ə nə zaman bərabər olur? 90 dərəcədə. 3'ə doğru cavab olur A variantı. Bax belə. Davam edirik. Növbəti sual. Situasiya. Uzunluğu 100 metr, eni 800 metr olan ərkin sahəsi şəkildə göstərdiyi kimi bərabər kvadratlara bölünərək 3 hissəyə ayrılmışdır.
Uzunluğu 100 metr. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bura oldu 10. Bir dənə yox, uzunluğu 100 metrdirsə, elə bir balaca kvadratın tərəfi oldu 100 metr. Elində 800, 1, 2, 3, 4, 5, 6, 7, 8. Hədə 10, 10. Xırda kvadratlara bölünüb. O tərəfi 10, 10, 10 olan. Hər hissədə pomidor əkilmişdir. Bu üç hissənin hər birinin sahəsini tapın və hektarla ifadə edin. Hər birinin ayrı-ayrı sahəsini tapaq. Bura neçə olur? 10, 10'dursa, bura oldu 20. Bura oldu neçə? Elə 1000. Düzdür. S bərabərdir. 1000 vurulsun 20. O da bərabərdir. 1, 2, 3, 4. 20.000. 1 hektarımızda 10.000 kvadrat metr olduğuna görə 10.000'ə bölsəm, 10.000'ə bölürəm. 1, 1, 1, 1 gedir. O da bərabər 2 hektar. Bax, bura oldu 2 hektar. 2 ha. Sonra keçək bura baxaq. Hər birisindən tapın deyir. Deməli, trapesiyanın sahəsi kimi baxaram buna. Deməli, oturacağı 10, 20, 30. Oturacağın biri 30, 10, 20, 30, 40, 50. 50. Bir dəqiqə. Mən nə səhv etmədim? Bir dəqiqə. Bir dəqiqə, üzrlü sayın. Elə bir düzgün ayırmadım. Bura hər tərəf 10 düzü. Uzunluğu 100 metrdir. Bax, bu uzunluq 100 metrdirsə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 100'ü mən mini, daha doğrusu 10'a böləndə 100 düşür. Deməli, bu hər bir kvadratın tərəfi 100'dür. Çünki 800'ü də 8'ə böləndə 100 düşür. Aha, hər birinin tərəfi 100'dür. A bərabərdir 100 olsun. Bu mən belə yadımdan çıxmasın. Dursun burada. O zaman bura olacaq 200, bura olacaq 1000. S1 bərabərdir. SM A D N tapıram. 200'ü vuraram 100'ə. Bu mənim kvadrat metrlə əlaqəli sahədir. Bölərəm 10.000'ə. 10.000'ə. 1000'dir bu. Aha, 200'ü vurdum 1000'ə. Böldüm 10.000'ə. 3 sıfır buradan. O da bərabər 20 hektar. Birinci oldu 20 hektar. Sonra bu trapesiyanın sahəsi tapsam 100, 200, 300, 1, 2, 3, 4, 5, 500. S bərabərdir. 300'ün isə 500 gələrəm. 800, yarısı 400. Vurulsun hündürlüyü. 1, 2, 3, 4, 5, 6. Vurulsun 600. Bölünsün neçə? 10.000. 10.000. O da bərabər 24. Bura oldu 24 hektar. Aha. Sonra yenə bu trapesiya 1, 2, 3, 4, 5. 500 üstə gələk. 1, 2, 3, 4, 5, 6, 7. 700. Yəni 1200. Yarısı 600. Vuraram hündürlük. 1, 2, 3, 4, 5, 6. 600'ə bölərəm 10.000'ə. 10.000'ə. O da bərabər 36 hektar. 36 hektar. Deməli, hər birinin ayrı-ayrı sahələri 20 hektar, 24 hektar, 36 hektar olmuş oldu. Davam edək 29-cu sual. Birinci sahənin hər hektarından 20 sentner, ikinci sahənin hər hektarından. Deməli, birinci sahə nə qədər olur? Buradan yazaq bir dəqiqə. Birinci sahə bərabər oldu 20 hektar. Düzdür? Aha, 20 ha. İkinci sahə oldu, ikinci buydu 24 hektar. 24 hektar. Üçüncü sahə oldu 36 hektar. Bizə görə nə deyir? Deyir ki, birinci sahənin hər hektarından 20 sentner. Onda 1 sentner. 20'ni vuraram. Birinci hektar 20'ye. O da bərabər 400 sentner. 1 sentnerimiz də 100 kiloqramdır. 1 sentner bərabərdir 100 kiloqram, yadda saxlayaq. İkinci sahə nə qədər idi ikinci sahə? 24 hektar. Hərəsindən 25 sentner. 24'ü vuraram 25'ə. Baxaq görə necə olur? 24 vuraq 25, 600. 600 sentner. Üçüncü sahəyə baxıram. Hər hektarından 15 isə 36 hektardır. 36'nı vuraram 15. 36 vur 15. 540. 540 sentner. Deyir ki, 10 kiloqram yeşillərə doldurulmuş və ambara daşınmışdır. Deməli, vuraram 2'yə, kiloqrama çevirərəm. Vuraram, ya doğrusu vuraram 100'ə, 100'ü sayın, kiloqrama çevir. Yəni, sonuna 2 sıfır artıraram, onu deməyə çalışırdım özgəndə. Deməli, ümumi nə qədər oldu? 400, 600, 540. Düzdür? 1540. Yəni, cəmi, bax burada yazıram. Cəmi 1540 yanda 2 sıfır. Yəni, 154.000 kiloqram nə var? Var, deməli, pomidor. Deyir ki, 10 kiloqramlıq yeşiyə yığılıb. Aha, ona da bölsəm
15400 yeşik orada rol oynayıb. 15400 ambara daşınmış yeşiklərin ümumi sayı 15400 olmuş oldu. Məsələ 30. Mağaza ambardan birinci sahəyə aid olan 10 yeşiyi, ikinci sahəyə aid olan 20 yeşiyi, üçüncü sahəyə aid olan 30 yeşik pomidor alaraq satışa çıxardı. Bu mağazadan pomidor olan alıcının təsadüfən seçdiyi 5 yeşikdən birinin birinci sahəyə, ikincisinin ikinci sahəyə və ikisinin üçüncü sahəyə aid olması hadisəsini tapın. Bax, birinci nə qədərdir? 10 yeşik. İkinci nə qədərdir? 20. Üçüncü nə qədərdir? 30. Aldı. Cəmi nə qədər alınıbdır? 20, 50, 60 dənə. Deməli, təsadüfən seçdiyi 5 yeşik. Kombinezon 60-dan 5. Deyir ki, birinin deyir birinci sahəyə. Birinci sahədə 10-dan 1 vuraq. İkisinin ikinci sahəyə. İkinci sahədə 20-dən alıb. 20-dən 2. Vuraq. İkisinin də üçüncü sahəyə. Kombinezon 30-dan 2. İndi gəlin bunu hesablayaq. Deməli 60-dan 5-i hesabladım. Kombinezon 10-dan 1 10 deməkdir. 20-dən 2 də deməli 20 faktorial bölünsün 18 faktorial vuraq ki 19 vurulsun 20 deməkdir. Bölək ki o da 19 vurulsun 19 vurulsun 10 kimi baxa bilərik. 30-dan 2 də 30-dan 2. 29 vuraq 15 kimi baxmaq olar. Bunu hesablayaq. Bir dənə 60-dan 5-i dəqiq hesablayayım. 60 faktorial bölünsün 55 faktorial vuraq 5 faktorial. Deməli 60 və burada 2 yazmışam 5-in yerinə. Deməli burada nə qalır uşaqlar? Qaldı suratda 56 vur 57 vur 58 vur 59 vur 60 5 faktorial 2 vuraq 3 vuraq 4 vuraq 5. Düzdür. 5 dəfə 4-ün 20, 20-ni 3 vursam 60. 60'lar getdi. Düzdür. Bunu da 2-yə bölsəm nə qalır? 28. Deməli bu şəkildə yaza bilərəm. Məxrəcin yerinə yazaram ki, məxrəcin yerinə yazaram. 28 vurulsun, 57 vurulsun, 58 vurulsun, 59. Bax belə. O da bərabərdir. O da bərabərdir. İndi ixtisar aparsaq nə qalacaq? 19 və 57 ixtisar gedir, 3 qalır. Düzdür. 29 və 58 ixtisar gedir, 2 qalır. Düzdürmü? Sonra başqa nə var ixtisar gedər? Başqa 10 və 28 məsələn 2-yə bölünür. Bu da qalır 5. Bu da qalır 14. Təzədən 2-yə bölünsə 5, 7. 59 vurulsun, 21, 42. Başqa var mı? Baxın görüm. Başqa görə bilmirəm. Aha. 15'i vuraram 25'e. %29 vuraq 15. Başqa var mı? Yox, yoxdur. Deməli necə qaldı surətdə? 28, 57, 58, 59. Deməli. Niyə belə edir ki? Aha. 10-dan 1, 10 deməkdir. 20-dən 2, 19 vuraq 10 deməkdir. 10 deməkdir. 30-dan 2 də 19 vuraq 15 deməkdir. Bax belə. Və yaxud da birbaşa da yazaq. Hədə 19 vuraq 10. 30-dan 2 də 15 vuraq 29. Tamamilə doğru yazmışam. Və kombinezon altdan 5 də belə də yaza bilərəm. 59, 56 vurulsun. 56 vuraq. 57 vurulsun. 29 vuraq. 59. Bu şəkildə. 29'lar getdi. Düzdür. 19'a ixtisar gedirmi? Yox, getmir. 57 və 15 hər üçü ixtisar gedir. 29'lar getdi. 3 ixtisar aparsam burada 5 qalır, bu da qalır 19. 19'lar getdi. Buradan 29'lar getmişdi. Aha. Sonra başqa nə? Əlimdə nəticə etibarilə 10 vurulsun, 10 vuraq 5 bölünsün 59 vuraq 56'dan bunu da ixtisar aparım. 5, 28. Bu da qalsın. 10 vuraq 5 vuraq 5. 28 vurulsun. 59 qalsın. O da bərabərdir. 28'i yenə 5 ixtisar gedir. 2 ixtisar gedir. 5, 14. 59, 14'a vursam qalacaq 826. 826'da 125. Bax bu da bizim cavabımız olmuş oldu. Belə. Sadəcə bu 60'da biraz rəqəmlər çox böyük rəqəmlər veriblər. Sonuncu rəqəm misal üçün. Belə. Bu qədər diqqətinizə görə sağ olun. Hələlik.